Salam uşaqlar. Deməli bu gün də sizə xordalı heyvanlar, quşlar və məməlilər bu quşlar sinfini izah eləyəcəm sizə. Ümumiyyətcə quşlar Mezozoik erasının təbaşir dövründə əmələ gəlmişdir bu sinif. İndi baxaq ümumi quşlar haqqında məlumatlara. Quşlar sinifinin 8600-dən çox növü var. Uçma ilə əlaqədar quşların ön ətrafları qanadlara çevrilmişdir. Yəni ümumiyyətcə sizdən testdən soruşsa ki, quşların uçması üçün onlarda hansı uyğunlaşmalar mövcud olmuşdur? Birinci deyirsiniz ki, uçma ilə əlaqədar quşların ön ətrafları qanadlara çevrilmişdir, bədənləri lələklərlə örtülmüşdür, borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik hissəsi yoxdur, çünki bədəni ağır olmasın, yaxşı uça bilsinlər. Sağ yumurtalıq reduksiyaya uğramışdır, maddələr mübadiləsinin sürətlə getməsi nəticəsində onların bədən temperaturu yüksək olmuşdur. Quşların həyat fəaliyyətinə gəldikdə, quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda üzəri buynuz maddəsi ilə örtülmüş üst və alt dimdik vardır. Fikir verirsiniz burada. Deməli, burun dəliklərini görürsünüz burada, gözləri görürsünüz. Yadınızda saxlayın ki, quşun bir dənə gözündə 3 cüt göz qapağı, daha doğrusu 3 göz qapağı vardır. Yəni ümumi 3 cüt göz qapağı vardır. Qulaqlarına gəldikdə qulaq dəliyini görürsünüz. Bu xarici qulaq keçəcəyidir. Bunlarda xarici qulaq da var, orta qulaq da var, daxili qulaq da var. Amma xarici qulaq seyvanı quşlarda yoxdur. Bu məməllərə aiddir. Yəni belə deyim, xarici qulaq seyvanı quşlarda yoxdur. Sadəcə olaraq xarici qulaq keçəcəyi mövcuddur. Burada pəncə lüləsi sümüklərinə də diqqət yetirin. Deməli, quşlarda boyun hissəsinin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədənin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Quşların boyun fəqərəsini əgər sizdən soruşsa, yadınızdan çıxarmayın ki, məsələn, neçə boyun fəqərəsi var desə, 12-25 arası boyun fəqərəsi olur. Amma DIM testində bizə 12 ilə getməyimizi, yəni tələb etdiklərinə görə siz 12 yadınızda saxlayın ki, quşların boyun fəqərəsi 12 ədəddir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü pəncə lüləsi vardır və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır. Pəncə lüləsi bu siniflərdən quşlara xasdır. Yəni yalnız quşlarda vardır. Amma ilk dəfə quşlarda yaranmayıbdır. Yəni burada başınızı qarışdırmaq üçün, yəni başınızı qarışdırmayın. Bu nə deməkdir? Arxeopteryxlər var idi. Arxeopteryxlərdə pəncə lüləsi var, amma Arxeopteryx özü quşun əcdadı deyil. Yəni əslində Arxeopteryxdə ilk dəfə olaraq quşda pəncə lüləsi yaranmayıbdır. Arxeopteryxdə yaranıbdır pəncə lüləsi, sonra Arxeopteryxin nəsli kəsildiyinə görə yalnız pəncə lüləsi quşlarda qalıbdır deyirik. Amma ilk dəfə yaranmayıb. Bədən örtüyünə gələndə lələklərlə örtülmüş dərisi quru və vəzsizdir. Yeganə vəzsi büzdüm sümüyünün üzərində yerləşən büzdüm piy vəzsidir. Quş dimdiyi ilə bu vəzni sıxır və yağlı mayını lələklərinə sürtür. Nəticədə onlar yumşaq və su keçirməyən olur. Deməli, həmin büzdüm vəzsi su keçirməməsi üçün tüklərinin yumşaq olmasına xidmət edir. Əgər siz sual versə ki, büzdüm vəzsi hansı quşlarda daha yaxşı inkişaf etmişdir? Su quşlarında. Niyə? Çünki onlar su quşlarında daha yaxşı inkişaf eləməlidir ki, suda yaşayırlar, bədənləri su keçirməsin bu vəzi vasitəsilə. Lələklərinə gəldikdə bədən xaricdən kontur, yəni biçim lələkləri ilə örtülmüşdür və həmin o kontur lələklərinin də 3 növü vardır. Çalma lələklər, sükan lələkləri və örtük lələkləri mövcuddur bunlarda. Deməli, ümumi lələk növlərinə gəldikdə qu lələyi, tiftik lələklər, qıl lələklər, sap lələklər mövcuddur bunlarda. Çalma lələklərdə məsəl üçün qanatlarda olur da, yəni əsasən ön ətraflarda olur çalma lələklər. Bunların pəncə hissəsində birinci dərəcəli çalma lələklər olur, sait hissədə ikinci dərəcəli çalma lələklər olur. Bazuya isə çalma lələklər birləşmir, yadınızda saxlayın. Sükan lələklərdə, yəni bədənin sükanını təmin etmək üçün istifadə edilir. Örtük lələklərdə ümumi bədən örtüyünü təşkil edən lələklərdir. Skelet və əzəllərinə gəldikdə, skeletin bəzi sümükləri bir-birinə bitişmiş haldadır və bir çox sümüklərin içərisi hava ilə dolu olur. Belə quruluş xüsusiyyəti skeletin möhkəm və yüngül edir. Əzələlərlə bağlı sizə bir qeyd deyəcəm, onu bir yerə qeyd edin. Baxın, yadınızda saxlayın. Quşun ən böyük əzələsi döş əzələlərdir. 2 dənə döş əzələsi var quşun və bu 2 döş əzələsinin kütləsi quşun yerdə qalan digər əzələlərinin kütləsinə bərabərdir. Yerdə qalan digər əzələlərinin kütləsinə bərabərdir. Bu nə deməkdir? Tutaq ki, sizə bir məsələ veribdir. Deyir ki, quşun bir döş əzələsinin kütləsi 20 qramdır. Bu halda quşun bütün əzələlərinin kütləsi nə qədər olar? Deməli, bir döş əzələsinin kütləsi 20 qramdırsa, bunda da 2 döş əzələsi var. Deməli, 40 qram döş əzələsinin kütləsidir. Bu 40 qram biz dedik nəyə bərabərdir? Yerdə qalan digər əzələlərin kütləsinə. Deməli, yerdə qalan digər əzələlərin kütləsi də 40-dır. Bəs ümumi nə qədər oldu? 80 qram bunun əzələ kütləsi vardır. Yadınızda saxlayın.
Bir də burada lələyin quruluşuna mütləq diqqət yetirin. Məsəl üçün, birinci dərəcəli saqqalcıq necə, hansıdır, harda göstərilib, ikinci dərəcəli saqqalcıq hansıdır və qarmaqcıqlar hansıdır. Sonra bu şəkilə diqqətlə baxmağınızı mütləqdir, yəni. Burada ön pəncə sümüklərinə diqqətlə baxın. Biz dedik ki, ümumiyyətcə quşların arxa ətrafında 4 barmaq vardır. Yəni, bir dənə arxa ətrafında 4 barmaq vardır. Onlardan əksər zamanlar 3-ü önə, biri isə arxaya doğru olur və həmin 4 barmağın 4-ü də caynaqlara malik olur. Amma ön ətraflarında isə 3 barmaq vardır və onlar belə deyək də uçmağa, qanad əmələ gətirmişdir. Və ön barmaqlarda, o öndə olan 3 dənə barmaqda caynaq yoxdur. Sonra bunların ön ətrafların sümüklərini nəzər yetirdikdə, burada dirsək sümüyü, mil sümüyü, bazu sümüyündən ibarətdir. Sonra quşların bəzilərində döş tili vardır. Bütün quşlarda döş tili yoxdur. Məsəl üçün, dəvə quşunda döşün üzərində til yoxdur. Bunlarda körpücük sümükləri öndən birləşmiş və çəngəl formasını almışdır. Sonra arxa ətrafların sümüklərinə bud sümüyü, baldır sümüyü, barmaqları, yəni pəncə lüləsini də görürsünüz. Yadınızda saxlayın, bu tezdə sizə düşür. Baldır sümükləri normalda məsəl üçün biz deyirik ki, qamışdan incik sümüklərinin birləşməsindən əmələ gəlir. Amma mötərizənin içinə baxın. Burada yalnız qamış sümüyü yazılıb. Deməli, quşlarda incik sümüyü yoxdur. Yadınızda saxlayın, quşlarda incik sümüyü yoxdur. Quşların qabırğalarına nəzər yetirsəz, quşların qabırğaları hara birləşmişdir? Hansı sümüklərə birləşmişdir? Deməli, ilk olaraq döş fəqərələrinə birləşmişdir. Yuxarıdan döş fəqərələrinə birləşib qabırğa, aşağıdan döş sümüyünə birləşibdir və bir də qabırğalar özlərinə birləşib, bir-birinə birləşib. Testdə sizdə soruşsa ki, quşlarda ən çox sümük birləşməsi əmələ gətirən hansı sümükdür? Qabırğa sümükləridir ki, yuxarıdan döş fəqərələri, aşağıdan döş sümüyü və bir-biri ilə birləşirlər. Diqqətli olaq burada da. Quşların əksəriyyətində onurğanın boyun şöbəsi hərəkətli, digər şöbələri isə hərəkətsizdir. Bəzi quşlarda quyruq hissə hərəkətlidir. Quyruğun sonuncu fəqərələrinin bir neçəsi birləşərək büzdüm sümüyü əmələ gətirir. Əksəriyyətində döş sümüyü qayıq şəklində uzanır və döş tilinə əmələ gəlir. Baxın, əksəriyyəti deyil. Çünki məsəl üçün dəvə quşlarda dediyim kimi yoxdur. Quşların ön ətraf qurşağında 2 qarğa, 2 kürək, 2 körpücük sümükləri olur. Körpücük sümükləri aşağı hissədən birləşir və çəngəl şəklini almışdır. Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək pəncə lüləsinə əmələ gətirir. Sizə testə düşə bilər. Pəncə lüləsi nədən əmələ gəlir? Arxa ətrafda bir neçə pəncə sümüyü birləşib pəncə lüləsinə əmələ gətirir. Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə uçuş zamanı qanadları endirən güclü döş əzələləri birləşir. Deməli, qanadları endirən əzələlər hansı əzələlərdir? Döş əzələləri. Qanadları qaldıran əzələlər hansı əzələlərdir? Körpücük altı əzələlər qanadları qaldıran əzələlərdir. Bunların həzm sistemlərinə gələndə, deməli, quşlarda alt və üst çənələr dimdiyə çevrilmişdir. Tutulan qida ağızdan udlağa, oradan qida borusuna düşür. Quşların əksəriyyətində qida borusu genişlənir və çinadan əmələ gətirir. Çinadan ilk dəfə harda rastlaşmışdıq? Həlqəvi qurtlarda, soxulcanda da çinadan var idi. Çinadanda qida ifraz olunan şirələrin təsiri ilə yumşalır, mədəyə ötürür. Və bunların mədəsi 2 şöbədən ibarətdir və həmin şöbələrin ardıcıllığını bilin. Birinci vəzli gəlir, sonra əzələli hissə gəlir. Mədənin vəzli şöbəsində qidaya həzm şirələri təsir edir. Quşlarda dişlər olmadığından qidanın xırdalanması mədənin kiçik daşçıqlara malik əzələli şöbəsində gedir. Həzm olunmayan qida bağırsağın genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir. Kloaka ilə bağlı sizə məlumat verəcəm. Ümumiyyətcə, kloakaya 3 sistemin axarları açılır. Həzm sistemi, ifrazat sistemi, cinsiyyət sistemi. Həzm sistemindən bir axar açılır. İfrazat sistemindən kloakaya 2 axar açılır. Cinsiyyət sistemindən isə kloakaya əgər bu quş erkəkdirsə 2 axar açılacaq cinsiyyət sistemindən. Əgər quş dişidirsə 1 axar açılacaq. Aydındır? Tənəffüs sisteminə gəldikdə quşlar ağciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda hava kisələri meydana gəlmişdir. Hava kisələri dərinin altında daxili orqanların arasında borulu sümüklərin içərisində rast gəlmək mümkündür. Bax, bura diqqət yetirin. Dərinin altı, daxili orqanların arası borulu sümüklərin içərisində. Bax, daxili orqanın arasında olur ha. Heç bir daxili orqanın içində olmur. Yəni, məsələn, mədənin içində hava kisəsi ola bilməz və ya ürəyin içində. Yəni, bunların içində olmur. Sadəcə olaraq aralıqlarda yerləşir. Hava kisələri ağciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəs alma, həm də nəfəs vermə zamanı ağciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da 2 qat tənəffüs adlanır.
Həzm və ifrazat tənəffüs çoxalma sistemlərinə diqqətlə baxaq. Deməli, burada həzm sistemindən udlaqdır, ağız, udlaq, qida borusu, çinədanını görürsüz. Çinədandan sonra belə deyək də, mədə gəlir. Mədənin birinci vəzli şöbəsi, sonra da əzəlili şöbəsi oxlarla da göstəribdir. Şəkilə baxın ki, o sizin yadınızda qalsın. Sonra burada həzm sisteminə fikir verin. Sizdən soruşa bilər ki, göyərçinlərin belə deyək, səs telləri harda yerləşir? Səs tellərinin yerləşdiyi nöqtəyə baxın. Ağciyərlərlə burada traxeyalar göstərilibdir. Onların ortasında, onların sanki kəsib. Səs teli burada yerləşir. Mavi yazılarla da yazılıb. Yerləşdiyi yerə də diqqətli baxın. Bir də tənəffüs sistemində sizdən testdə soruşacaq ki, tənəffüs sistemində, belə deyək, daha doğrusu qazlar mübadiləsində hava kisələri iştirak edirmi? Xeyr, qazlar mübadiləsində hava kisələri iştirak etmir. Yalnız ağciyərlər qazlar mübadiləsində iştirak edir. Bəs onda hava kisələri nəyə lazım oldu? Hava kisələri sadəcə olaraq ehtiyat hava saxlayır. Havanı ehtiyat olaraq özündə saxlayır. Aha, göyərçinin qan damar sisteminə də baxanda 4 kameralı ürəyi vardır. Ürəyində tam ara kəsmə vardır. Qan qarışmır. Ürəyində ümumilikdə, yəni bədəndə yalnız 2 növ qan dövr edir. Arterial qan və venoz qan dövr edir. 2 qulaqcıq və 2 mədəcikdən təşkil edilmişdir. Qan damar sisteminə gəldikdə dedik ki, deməli, İfrazat sisteminə gəldikdə, ifrazat orqanı bir cüt börəklərdən təşkil edilmişdir. Börəklərdən çıxan sidik axarlar da kloakaya açılır. Dedik ki, sidik hissəsi də yoxdur. İfrazat sisteminin deməli 2 dənə axar açılır. Kloakaya 2 axar. Çünki məsəl üçün sidik axarları 2 dənə olduğu üçün kloakaya da 2 axar açılmış olur. Sinir sisteminə gəldikdə, bunlarda baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir. Baş beyində ön beyin daha yaxşı inkişaf etmişdir və beyin yarımkürələri əmələ gətirmişdir. Şəkildən də görürsüz. Quşların mürəkkəb hərəkətləri yaxşı inkişaf etmiş beyinciklə koordinasiya edilir. Hiss orqanlarına gəldikdə, bunların bir dənə beyinciyində qırışlar görürsüz. Ön beyin yarımkürələri var, amma qırış yoxdur. Bax, ön beyin yarımkürələrinə baxın, şəffafdır da, yəni hamardır daha doğrusu. Amma beyinciyin üzərində qırışlar var və mütləq hər sinifin belə deyək də, həmin o baş beyni yadınızda saxlayın. Baş beynin formasını yadınızda saxlayın. Çünki ola bilər ki, testlərdə sizə baş beynin ancaq formasını göstərər. Siz də bilməlisiniz ki, bu hansı sinifə aiddir. Hiss orqanlarına gəldikdə, quşlarda eşitmə, görmə, eşitmə qabiliyyəti, yaxşı qoxu bilmə qabiliyyəti vardır. Deməli, davam eləyək. Hiss orqanlarına gəldikdə, quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı idi, qoxu bilmə isə zəif inkişaf etmişdi. Hər bir göz 3 göz qapağından ibarətdir. Dediyimiz kimi alt, üst göz qapaqları və qırpma pərdəsinə malikdir. Eşitmə orqanı 3 hissədən ibarət idi. Daxili, orta və xarici qulaqdan ibarətdir. Göyərçinin sinir sisteminə gəldik. Üzrlü sayılmayan səbəblərdən kəsdim səsi. Deməli, eşitmə orqanı dedik 3 hissədən ibarət oldu. Daxili, orta və xarici qulaqdan ibarətdir. Deməli, burada göyərçinin sinir sistemini görürsünüz. Baş beyin, onurğa beyin və sinirlər göstərilmişdir. Baş beynin quruluşuna da mütləq nəzər yetirin. Və tapşırıqlara da baxın. Quşların çoxalması, bir də bunu da deyim ki, deməli, biz bayaq dedik ki, tənəffüs sistemi ilə əlaqədar olaraq qazlar mübadiləsi ağciyərlərdə getdi və quşlar oksigenin 80-90%-dən istifadə edir. Buna görə də onların temperaturu yüksək olur. Səbəb budur, yəni. Deməli, quşların çoxalmasına gəldikdə, quşlar ayrı cinsiyyətli heyvanlardır və yumurta qoymaqla çoxalırlar. Yalnız quşlar yumurta qoymaqla çoxalırlar. Yəni, bunların diri bala doğan nümayəndələri yoxdur. Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə adətən tək sol yumurtalıq olur. Bax, adətən deyir, yəni hər zaman belədir demir. Həmin o adətəndir, bəzilərindədir, əksəriyyəti sözlərində də diqqət edin. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf eləmişdir. Burada yumurtanın quruluşuna baxın. Yumurta sarısını görürsünüz. Xalazalar, yəni ciyələri görürsünüz. Qabaqaltı pərdə, rüşeym diski, hava kamerası, yumurta sarısı, yumurta ağını görürsünüz. Rüşeym diskinə baxın. Yumurtanı belə yana qoyublar, yəni yatızdıran formada da, amma rüşeym diski yuxarıdadır. Yadınızda saxlayın. Rüşeym həmin yumurtanı hansı formada qoyursunuzsa qoyun. O rüşeym diski həmişə yuxarıda durur. Yəni bunun başqa forması yoxdur. Həmişə rüşeym diski yuxarıya doğru meylidir. Və quşlarda mayalanma dişinin daxilində gedir. Amma
Bölünmə prosesi isə artıq yumurtanı qoyandan sonra xarici mühitə gedir. Bunu da yadınızda saxlayın və yalnız quşlarda yumurta sarısı çox olduğuna görə, yumurta sarısı ilə zəngin olduğuna görə yalnız rüşeym diski bölünür. Bununla da 11-ci sinifdə də daha ətraflı məlumat verəcəm. Quş balalarının inkişaf tiplərinə gəldikdə, embrional inkişafını başa vuran quş balaları yumurtanın qabığını üst dimdiyinin ucundakı çıxıntı ilə sındırır və yumurtadan kənara çıxırlar. İnkişaf dərəcəsindən asılı olaraq balalar iki cür olur. Cücə bala vardır, ətcə bala vardır. Cücə bala ən qədimidir, yəni ən birinci cücə bala yaranıbdır. Sonra mühit yaxşılaşandan sonra ətcə bala yaranıbdır. Və quşların fəsil dəyişkənliyinə uyğunlaşmasına gəldikdə, quşlarda ilin fəsillərindən asılı olaraq həyat proseslərinin müəyyən mövsümi hadisələr baş verir. Belə ki, yazın əvvəlində quşların əksəriyyətində çoxalmaya hazırlıq dövrü başlayır. Onların bəziləri birləşərək cütlər əmələ gətirir. Bu dövrdə quşların bir çoxu otdan, ağac budaqlarından, daşlardan və ya mamırlardan müxtəlif quruluşlu yuva tikirlər. Burada cücə bala ilə ətcə balaya nəzər yetirin. Cücə balalara toyuqlar, ördəklər, qazlar, ququşlarında yumurtadan yumşaq qul lələkləri ilə örtülü gözləri açıq balalar çıxır və bu balalar quruduqdan sonra artıq yeriyə bilirlər. Yəni öz anasının dalıyca gedir. Amma ətcə balalar isə daha cılız olurlar, tükləri demək olar olmur. Bunlar demək olar ki, belə deyək, anaları tərəfindən bəslənilir və əgər anaları bəsləməzsə tələf olurlar. Bunlarda yumurta üzərində əksərən məsələn dişi fərd, bəzi quşlarda da erkək fərd kürt yatır. Bir müddətdən sonra yumurtadan balalar çıxır. Quşların əksəriyyəti yazda bala çıxarır. Bu dövrdə hava isinir, balaların inkişafı üçün lazımi qida və əlverişli şərait olur. Payıza doğru quşların bir çoxu dəstələrə toplanır, cənub istiqamətinə yem bol olan yerlərə köçür. Belə yerdəyişmə prosesində quşların köçməsi və ya miqrasiyası adlanır. Yerdəyişmələrinə görə quşlar oturaq, köçəri və uçub gedən quşlara bölünür. Oturaq quşlar adında da olduğu kimi heç yerə getmirlər, yuvalama yerlərini tərk etmirlər. Əsasən insanlarla yaşayan sinantrop canlılardır. Məsəl üçün çöl göyərçinidir, ev sərçəsidir, buna aid edə bilərik. Köçəri quşlara gəldikdə isə yaza qədər yuvalama yerlərini tərk edir. Oradan adətən 100 və ya 1000 kilometrlərlə uzaqlaşırlar. Yəni köçəri quşlar çox uzaqlaşmır, amma uzaqlaşdığı yerdə də heç vaxt qayıtmırlar. Uçub gedən quşlardan fərqi budur. Amma uçub gedən quşlar isə qış olmayan yerlərə gedir. Yuvalama yerlərindən 1000 və ya 10 minlərlə kilometr uzaqlaşır. Yəni daha çox uzaqlaşırlar və əvvəl yəni uzaqlaşdığı yerlərə də qayıdırlar. Bu onların fərqidir. Məsələn, köçəri quşları, köçəri quş adı, uçub gedən quşlarla biz müqayisə eləsək, köçəri quş, yəni bu söz daha qısadır da. Belə yadınızda saxlayın ki, məsələn, boz qarğa, zağca, bir dənə arı quşu uzundur, onu da necəsə artıq yadınızda saxlayın. Boz qarğadır, zağcadır və arı quşlardır. Uçub gedən quşlar, yəni adı uzundur. Uçub gedən quşlar, elə adı uzun olan quşlara aiddir. Sarı köynəklər, qaran quşlar, bülbüllər. Sadəcə burada da tərsinə olaraq qazlar, ördəklər qısadır. Onda yəni bir yolu yadınızda saxlayarsınız. Tapşırıqlara da baxarsınız burada. Quşların ekoloji qruplarına gəldikdə quşların əhəmiyyətinə baxaq. Bu şəklə mütləq baxın. Bax, məsəl üçün, biz burada birinci, belə deyək də, əksər quşlarda ayaq bu formada olur. 4 dənə barmağı olur və caynaqlara malikdir. Az öncə də qeyd elədim. 3-ü önə, biri arxaya doğrudur. İkinci, məsəl üçün, şanapipiyin ayağıdır, gördüyünüz kimi. Üçüncü ayaq əsasən su quşlarına aiddir, çünki pərdə var, görürsünüz. Öndə 3 barmaq var, 2 dənə də pərdəsi var. Yəni, bir ayaqdan söhbət gedir. Üçüncüsü, dördüncüsü əsasən yırtıcı quşların ayağıdır. Beşincisi də məsəl üçün açıqlıq sahə quşları, məsəl üçün dəvə quşunu misal göstərə bilərik. Və bir də bu dimdik formalarına baxmaqla siz onların nə ilə qidalandığını da müəyyən edə bilərsiniz. Məsələn, qutandır, flamingodur. Dimdik formasına baxaraq bilərək ki, təxminən məsələn balıqla qidalanırlar. Qutan məsəl üçün bu hissəsində balıqları saxlaya bilir. Həmçinin məsəl üçün flamingoda balıqlarla qidalanır. Şanapipik məsəl üçün həşəratlarla qidalanırdı. İndi qidalanma tipinə görə quşların ekoloji qruplarına baxaq. Deməli, bunlardan bitki yeyən quşlar var, həşəratla qidalanan quşlar var, bir də yırtıcı quşlar var və hər şeylə qidalanan quşlar mövcuddur. Bitki yeyən quşların əksəriyyəti bitki qidası ilə dən, gilə, meyvə, toxumlarla qidalanır. Belə quşlara payız bülbülləri, meşə xoruzları, tetralar aiddir. Həşəratla qidalanan nazikdir, iti dimdikdir, iti caynaq və uzun barmaqları olur. Yırtıcı quşların dimdikləri qısa və güclü olur. Yəni, buradan belə uzun uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə olaraq oxuyub yadınızda saxlamalısınız. Deməli, həyat tərzinə görə quşların ekoloji qruplarına gəldikdə meşə quşları, açıqlıq sahə quşları, sahil bataqlıq quşları,
Bunların da ümumi əlamətlərini bilməlisiniz. Məsələn, meşə quşlarında hansı əlamətlər var? Məsəl üçün, əksəriyyətin qanadları qısa olur, quyruğu isə nisbətən uzun olur. Bu da məsəl üçün, meşə dar olduğuna görə qanadları qısa olmalıdır ki, qanadlarını açanda ağaclara dəyməsin. Və quyruğu isə uzun olmalıdır ki, sükanını saxlaya bilsin, yəni ağacların arasından keçə bilsin və bunu da yəni uzun-uzadı danışmağa ehtiyac yoxdur, sadəcə oxuyanda olur. Bir də burada sizə açıqlıq sahil quşları haqqında belə bir məlumat verim ki, ümumi əlamətlərinə baxanda ayaqlarının güclü və boyunun uzun olması vaxtında təhlükəni görməyə və düşməndən gizlənməyə imkan verir. Bu sizə məsəl üçün nəyi xatırlatdı? Bu belə deyək də, korrelyativ dəyişkənlik açıqlıq sahil quşlarına korrelyativ dəyişkənlik təsir edib. Onların məsəl üçün ayaqları uzundursa, bir gen bir neçə əlamətə təsir edib. Ayaqları uzun olanın boynu da uzun olubdur. Bunu da yadınızda saxlayarsınız. Sahil bataqlıq quşları da, su quşları da bunu da oxuyarsınız. Yəni oxuyanda olur. Burada yəni izah eləyəsi bir şey yoxdur. Aha. Pinqvinlər də su quşlarıdır. Onlarda ayaq barmaqları arasında üzmə pərdəsi olur. Suda üzməsində arxa ətraflar və qanadlar iştirak edir. Döş dili yaxşı inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır. Quşların təbiətdə əhəmiyyəti. Quşlar həşəratlar və kiçik gəmiricilərlə qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri və digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı ilə qidalanan belə deyək də quşlarla kolibri məsəl üçün tozlandırmasında iştirak edir. Quşlar həm də bitkilərin meyvə və toxumlarının yayılmasında iştirak edirlər və bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını dağıtmaq və ya kütləvi şəkildə ovlamaq olmaz. Qorumaq üçün də onların təbii yaşayış sahələrinin və yuvalama yerlərinin saxlanılması vacibdir. Mütləq burada tapşırıqlara da baxarsınız. Gələn dərsdə sizə məməlilər sinfini izah eləyəcəm. Bir də quşlar haqqında məsəl üçün dəvə quşu haqqında belə bir məlumat verim sizə. Afrika dəvə quşunun kütləsi məsəl üçün 75-100 kiloqrama qədər olur. Və bunlarda körpücük sümüyü yoxdur dəvə quşunda. Körpücük sümüyü reduksiyaya uğramışdır. Döş tili də yoxdur, yəni döşün üzərində til də yoxdur. Və dəvə quşunun gözü dəvə quşunun beynindən böyükdür. Təsəvvür edin. Yəni bir dənə dəvə quşu gözü bir tenis topu boydadır. Yəni bu məlumatları da yadınızda saxlayın, bəlkə də sizə maraqlı gələr. Sağ olun.